Herkese salam dostlar, kanalıma və videoma xoş gəlmişsiniz. Yeni gələnlər üçün mənim adım və soyadım Əmrə Oballi 16 yaşım və 1-ci qrupam. Bugünkü konseptimizdə də zaten qapaq videosunun göründüyü kimi səhərləmə, yəni sabahlamaca vloqum çəkəcəm. İndi heç uzatmadan gəlin keçək videomuza. Dostlar, inanın ki, yəni mən səhər, daha doğrusu günorta yatmışam. Axşam saat 23 neçəsədə durmuşam. 23 yox, daha doğrusu 22 neçəsədə durmuşam. Günortadan ta ki, demək olar ki, gecəyə qədər yatan birsən, necəsə, indi mən azda enəyəm. Nəysə, çox belə uzatmadan gəlin keçək videomuza. İlk olaraq da bunu deyim ki, yəni gecə vaxtına qədər yatan birisi olaraq da mən də acmışam normal olaraq. Gedəcəm, yemək yeyəcəm, amma çalışacağım ki, ağır yemək olmasın, yüngül olsun ki, dərs çalışa bilim. Ağır olanda inanın ki, onda da yuxum gələcək, özümə əminəm. Yəni həqiqətən bugünkü edəcəyimdir, səhərki edəcəyim hamısını bugün edəcəm. Neçə vaxt ki, zaten to-do listimdən eyni gedə bilmirəm. Bugün çalışacağım ki, bunu bir-iki gün tamamlaya bilim. Let's go. Deməli, yeməyimi yedim, sonra da dişlərimi fırçaladım. İndi istəyirəm ki, dərs çalışam, amma dərs çalışmamışdan qabaq istəyirəm ki, su qabımı doldurum. Sonra da Pomodoro texniki ilə də dərslərimi çalışım. Həqiqətən Pomodoro texniki mənə görə işə yarayır. Çünki mən deyirəm ki, qoy da saat axışına buraxım. Yəni deməyim ki, 45 dəqiqə boyunca çalışım, ondan sonra da fasilə eləyib. Elə eləmirdim. Deyirəm ki, qoya bir dənəsini yazım qutarım. Ondan sonra 5 dəqiqəlik fasilə olurdu mənim üçün 1 saat, 2 saat. Amma Pomodoro texniki olanda istər səbəb olsun deyirsən ki, bax məsələn üçün 5 dəqiqəm var. Bitsə vəsə, geri qayıtmalıyam. Məncə yəni bu sahədə yaxşıdır Pomodoro texniki. Bilmirəm, bəzən sevməyə bilərəm, mən sevirəm. Nəsə bilirəm, çox uzadıram. İndi su qabımı doldurub fokuslanacağım dərsə. Saat 00:14 və mən bunu artıq saat 5-ə kimi bitirmək istəyirəm. Yəni artıq 4 saat boyunca dərs çalışacağam. Sonra namaz qılacağam, nafilə namazını qılacağam. Sonra bitəcək. Yatmağa gedəcəm. Yata bilsəm əgər onda da.
İndi hal-hazırda mənim free time'ımdır, yəni boş vaxtımdır, 10 dəqiqəlik fasiləmdir. Bu arada bunu özümə də qoymuşam ki, səhər vaxtı görə bilim deməm, onu hara qoymuşam, yavaş dəfə formanı. Biraz istəyirəm ki, uzanam, amma sonra deyəcəm ki, qoy 5 dəqiqə uzanım, sözü olacaq 10 dəqiqə, 20 dəqiqə, yəni dedim ki, uzandım, yatdım deməkdir. Ona görə yatmayacağam. Əvəzinə su içəcəm. Ola bilsin ki, başımı qoydum bura. Neyse biraz uzandım. Zaten səsi eşidən kimi dik atladım istər-istəməz. Çünki maşına bunu da kompüterdəki olan səs də bir səsdir ki, adam dik atılır. Neyse, ne görüm, neyləyə bilirəm. Let's go. Bu arada əgər bu videonun bu ana qədər gəlməsinizsə kanalıma abunə olub, like atıb və təbii ki, öz şərhinizi yazmağı unutmayın. Neyse, uzadıram uzatmağıma, amma təbii bunun da səbəbi ki, sizlərlə danışmaq istəyirəm. Çünki aradan uzun bir vaxt keçibdir ki, mən nə video atıram, yəni nə shorts, nə uzun, heç birini atmıram və mən təbii ki, danışmaq istəyirəm. Əlimdə olsaydı bütün yəni bu telefonumda olan yaddaşım hamısını bir yerə keçirərdim, amma təəssüf ki olmur. Çünki yəni bundan sonra bunu editləmək falan var idi, çox uzun vaxt aparır. Neyse, let's go. To-do listimizin ikinci hissəsini keçək. Yəni ikinci to-do list deyəndəki və bunun nə Pomodoro'muzun ikinci etüdünə keçək.
Deməli dostlar, ana dilinə olan işim bitdi. Yəni ana dilindən düz mən hardasa ekran kayıyor, üzr istəyirəm. Yəni ana dilindən mən hardasa 1 saat 20 dəqiqə ərzində 4 dənə mətn yazdım. 1 saat 20 dəqiqə yox, 1 saat 40 dəqiqə ərzində 4 ədəd mətn yazdım. Və bunlar da ümumi 40 dənə sualsa azın düz yazmışam. Yəni 30 dənəsini düz yazmışam. Bu mənə görə azdır. İncə keçəcəm ingilis dilindən söz öyrənəcəm. Let's go. İndi hazırda həm də şeydəyəm, fasilədəyəm. Let's go. Üçüncü etütüm də bitdi və fasiledəyəm. Oradan da bir səhifə söz öyrənmişəm. Yəni nə qədər bir səhifə deyəndə ki, bir səhifə bütövünü öyrəndim. Plus da ki, ikinci səhifəmin yarısını falan öyrənmişəm.
6-cı səhifə sözlərdir və bitirirəm. Bundan sonra 5-ci səhifə təkrar edəcəm, düz 3 səhifəsini. Burada harca bu günlərim 5 səhifə söz təkrarlamış olacağam. Həm öyrənmək, həm təkrarlamaq mənasında. Ola bilər. Nəysə. Yine deyirəm, fasiledəyəm. Saat 4-də işləyibdir. 21 dəqiqə. Bunu həqiqətən də bacarırım. Suzuyuram və suyum da bitir. Baxın, su buradandır, amma mən bunu deyim ki, bitir. Balıq bilmirəm nədən. Let's go. Zaten maddəmi də silmişəm. Geriyə qalıbdı 2 maddəm. Bu günlük yəni. Təbii ki, mənim həm söz önlərim durur, fizikadan o qədər testlərim durur. Həm izahına baxmalıyam, həm ondan sonra özüm sərbəst işləməliyəm. Ay Allah'ım, mən mövzu təkrar etməliyəm. Amma deyirəm ki, bu gün də 2 şeyim qaldı. Nəysə. Let's go. Dostlar, bitirdim. Buradan zaten görünür. Yani bitti də. Belə bir sözlə. Saat 5'e qalıbdı 7 dəqiqə. İndi sizə havanı göstərəcəm. Hava bu cürdür, amma həqiqətən mənzərə də özüdür də, həqiqətən. Nəysə, hava yəni yavaş-yavaş işıqlanmağa başlayır və mən də gedim heç olmaya. Biraz olsun uzanım, yatım. Sonra duracağım, məktəbə gedəcəm. Hələlik sağ olun, salamat qalın. Kanalıma abunə olub, like atıb və təbii ki də öz şəhərinizi yazmayı unutmasanız çox sevinərəm. Hələlik.